bizim dini mətnlərimizdə gözəl bir məqam keçir. Müəllim insanın ikinci valideynidir. Bu reallıqdır. Valideyndən sonra müəllimlər. Bir çox insanlar, mən müşahidə eləmişəm, uğurlu insanlar. Uğurlu iş adamıdır, uğurlu müəllimdir, həkimdir və s. Deyir ki, orta məktəbdə bir müəllimim vardı, bir müəllimim. Onu heç vaxt unutmuram. Ədəbiyyatı o mənə sevdirdi, riyaziyyatı o mənə sevdirdi. Fikir verin, bir müəllimin rolu nə qədər önəmlidir, vacibdir. Müəllimlərin hansı yanaşma ilə işləməsi, hansı ifadələri işlətməsi, uşaqlara həvəsləndirirlərmi? İndi müəllim deyə bilər ki, mənə etiraz edə bilər ki, ay müəllim, mənim 100 dənə dərdim sərim var, durub hər bir şagirdlə işləməyə məcburam. Yox, amma ümumi bir yanaşma ola bilər də. Yəni sən onu təşvişə salmamalısan. Müəllimlər psixoloq olmalıdır, özü psixoloq olmağa peşəkar psixoloq yox. Yəni özü psixoloji yanaşmanı bilməlidir. Ən azı bunu bilməlidir ki, universitetdə dərs deyəndə mən 60-70 tələbə olurdu sinifdə. 2 həftəyə onların hamısının adını öyrənirdim. Birinci gün hamısının adını soruşurdum. Sonra gedirdim evdə məşq elirdim. Bax, birinci sırada, ikinci Səbinədir, birinci Əlidir, üçüncü bax, məşq elirdim ki, 2-3 həftəyə öyrənim, onlara adları ilə müraciət edeyim. Çünki adı ilə müraciət eləyəndə o sevinir. Bu psixologiyada da var. İndi kimsə deyə bilər ki, mənim məsuliyyətim yoxdur. Bu hüquqi məsuliyyət deyil, əzizim. Burada bir mənəvi məsuliyyətdir. Heç kim səni gəlib mühakimə eləməyəcək, cəzalandırmayacaq. Azərbaycan qanunvericiliyində cinayət məcəlləsində elə bir maddə yoxdur, gəlib müəllimi tutsunlar. Yox. Mənəvi məsuliyyətdən söhbət gedir. Bu bir. İkinci, Aysel xanım çox maraqlı məqamlara toxundu. Burada əsas məsələ, hər 1000 şagirdə bir psixoloq düşür. Bu çox azdır. Bunu başqa efirlərdə də demişik. 1000 şagirdə bir psixoloq neyniyəcək? Lap tutaq ki, peşəkar psixoloq olsun. İndi burada hələ başqa bir yanaşma var. Pozitiv psixologiya, elmi müəllim bilir. Pozitiv psixologiya deyir ki, psixoloqun missiyası təkcə stresli, istirablı, depressiyalı uşaqları müayinə etmək deyil. Ümumiyyətlə, psixoloqun işi kreativ xüsusiyyətləri formalaşdırmaqdır. Lap depressiyası yoxdur. Amma uşaq belə kreativ deyil də, zəifdir o cəhətdən. Onun formu, mənə görə düzdür, psixologiya əxlaq elmi deyil. Amma sual verirəm sizə. Bu qədər əxlaqi, etik problemlər var şagirdlər arasında, tələbələr arasında. Bunun məsul şəxsi kimdir? Kim bu işlə məşğul olur? Mən deyirəm, psixoloq da heç olmasa o işlə məşğul ola bilər də. Çünki başqa ştat yoxdur eləlik. Bizdə əxlaq müəllimi ştatı var orta məktəbdə. Yoxdur. Ona görə psixoloq bu işi üzərinə götürə bilər. Əgər psixoloq özü peşəkar olsa,